Salam, bugün qoruma mexanizmləri haqqında danışacağıq. Daha doğrusu qoruma mexanizmlərinin proqramı haqqında danışacağıq. Və bu proqram haqqında ən çox gələn sualları burada səsləndirəcəm. Düşünürəm ki, sən bununla həm məlumat sahibi ola bilərsən, həm də aydınlaşdıra bilərsən ki, qoruma mexanizmi proqramı sənə lazımdır, yoxsa deyil. Qoruma mexanizmi proqramı nədir? Hisslər məktəbin, yəqin ki bilirsən, bilmirsənsə izah edeyim. Hisslər məktəbi mənim ildə bir dəfə sadəcə payız ayında insanlara açıq olan, insanların yararlana biləcəyi imza proqramımdır. Adı üstündə duyğuların məktəbindən keçdiyimiz yerdir. Sənin əl kitabçanda duyğularla bağlı hər şeyi öyrəndiyin yerdir Hisslər məktəbi. Və Hisslər məktəbi istər mənəvi olsun, istər maddi olsun, çox böyük investisiya tələb edən bir proqramdır əslində. Hisslər məktəbin hər il lazım bildiyim şəkildə, lazım bildiyim mövzu ilə genişləndirirəm və bu il bu qoruma mexanizmləri idi. Niyə? İnsanlar bunu özlərindən ayrışdırdıkları zaman öz gerçəklərini çox daha rahatlıqla yaşaya bilirlər. Fərqi yoxdur, bu gerçəklər müsbət hiss elətdirir, mənfi hiss elətdirir. Normalda Hisslər məktəbinin heç bir hissəsi ayrılıqda satışa çıxarılmır. Amma qoruma mexanizmləri tək hissədir ki, ayrıca satışdadır və Hisslər məktəbinə görə çox daha az proqramdan ibarətdir. Təbii ki də çox daha uyğun qiymətədir. Bu da bir çox insana Hisslər məktəbinə əli çatmasa belə qoruma mexanizmlarına əlinin çatmağına kömək olacaq ki, dediyim kimi bu həyat dəyişdirən, dönüşdürən bir proqramdır. Bu proqramda qoruma mexanizmlarımız, onların əslində nə olduğu, doğru bildiyimiz yanlışlar və yaxud da ikili münasibətlərimizdə qoruma mexanizmları heç xəbərimiz olmadan özünü necə göstərir. Ya da dəyişim prosesimizdə, məsələn, dəyişmək üçün nələrsə edirsən, amma heç nə alınmır. Kimi bunların hamısına qoruma mexanizmləri proqramında çox daha dərindən və detallı şəkildə danışmışam. Eyni zamanda sağlam qoruma mexanizmlərini həyatımıza necə tətbiq edə bilərik, buna çox böyük yer vermişəm. Nəyə görə? Çünki qoruma mexanizmləri bizim psixologiyamızın ayrılmaz parçasıdır və daha sağlıqlı qoruma mexanizmlarından istifadə etmək bizi daha yetişkin eləyir. Belə, növbəti suala keçək.